İyulun 9-da Nərimanov rayonu Gəraybəyli küçəsində yerləşən Sudu Sağlamlıq Mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb. Doğru Xəbər Azərbaycan APA TV istinadən xəbər verir ki, orada işləyən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Natiq Fətiyev qətildə şübhəli bilinir. Onun münaqişə zəminində Rəhimlini öldürüb daha sonra meyidi Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atdığı bildirilir. Fətəliyev polis tərəfindən saxlanılıb, araşdırma aparılır. Mingəçevirdə isə bədbəxt hadisə baş verib. Tərtər sakini 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə çimərkən suda boğularaq həyatını itirib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma işlərinə başlanılıb. Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız təcili Bakıya göndərilib. Hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Aytaç Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib. Yaxınları tərəfindən dərhal Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılan gənc qıza ilkin tibbi yardım göstərilib. Həkimlərin qərarına əsasən müalicəsinin davam etdirilməsi üçün o, paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə təxliyə olunub. Hacıqabulda sərnişin avtobusun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. APA TV xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iri tutumlu rayonlar arası sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıblar. Yaralılar Şirvan və Hacıqabul xəstəxanasına çatdırılıb.